A nöqtəsindən başlayaraq çeviri üzrə bərabər sürətlə hərəkət edən cismin B nöqtəsində olduqda yer dəyişməsinin modulu S olarsa, A-dan başlayıb B-yə gedəndə yarısını gedir çevrənin. Yəni ki, başlanğıcla sonu birləşdirsək, burada R olduğuna görə 2R verir bizə. Deməli, 2R bərabərdir S deyiblər. C nöqtəsində olduğu andakı yer dəyişmənin modulu nəyə bərabərdir? Başlanğıcla sonu birləşdirsək, burada bir düzbucaqlı üçbucaq əmələ gəlir. Burada R-dir, burada R-dir, burada 90 dərəcədə, onda bura olur R kökdə 2. Aha, 2R-ə S deyiblər. Deməli, R-in özü S böl 2-dir. Onda R kökdə 2 də bərabər olacaq S böl 2 kök 2. Bunu da kök 2-yə vurub bölsək, alınacaq S vur 2 bölünsün 2 kök 2. Bunlar ixtisar gedib S bölünsün kök 2 qalır B variantı. Yerin süni peykinin yer səthi yaxınlığında dövrətmə tezliyi n olarsa, yer səthindən h bərabər 8r hündürlükdə nəyə bərabər olar? Məlumdur ki, sürətin 2πr böl t düsturu var. Bir də kök altında jn bölünsün r düsturu var. Aha, birinci kosmik sürət. Buradan görürük ki, t'nin kvadratı r'in kubu ilə asılıdır. N bərabər 1 böl t olduğuna görə, onda r'in kubu ilə tezliyin kvadratı tərs aslı olacaq. Deməli, n1 bölünsün n2 kvadratı bərabər olacaq r2 bölünsün r1-in kubuna. n1 elə n-dir, n2-ni axtarıram. r2 əvvəl özünün radiusu var idi. Bir də indi 8r məsafəsini apardıq. Onda 9r verəcək bizə. 9r bölünsün r-in kubu. Hər tərəfdən kök alsaq, n bölünsün n2 bərabər olacaq. Bu gedir. Elə bil ki, kökün altında 9-un kubu. Bu da 9 kök altında 9. Yəni ki, 27 deməkdir. n2 bərabər olacaq. N bölünsün 27. Yəni D variantı. Elastik yaydan 2 ədəd yük asdıqda yaranan elastiklik qüvvəsi F olur. 3m kütləli yükü götürdükdə yaranan elastiklik qüvvəsi nəyə bərabər olar? Hal-hazırda aşağı doğru 4mj var. Deməli, 4mj bərabərdir F elastiklik. 3m'i götürdükdə qalacaq sadəcə mj. mj bərabərdir. Əgər bu tərəf 4 dəfə azalıbsa, onda bu tərəfdə 4 dəfə azalacaq. F elastiklik bölünsün 4. A variantı. Rəqs konturunda baş verən sönməyən elektromaqnit rəqslərinin tezliyini hansı üsuldan artırmaq olar? New'nu soruşur. Deməli, New bərabərdir 1 bölünsün 2pi, 1 bölünsün kökün altında L isə. Həmçinin 1 böl 2pi, 1 bölünsün kökün altında mü L0, S'nin də yerinə epsilon 0, epsilon S böl D yazacaq, D də qalxacaq yuxarı. Kondensatorun yükünün amplitudunu artırmaqla asılı deyil, dəyişməz. Kondensatorun yükünün amplitudunu azaltmaqla dəyişməz. Asılı deyil. Sarğacın induktivliyini artıranda azalar. Tərs asılıdır. Sarğacın induktivliyini azaldanda artar. Düz asılıdır. Deməli, 4 doğrudur. Kondensatorun tutumunu artıranda azalacaq. Tərs asılıdır. Azaldanda isə artacaq. Aha, 4 ilə 6 doğrudur. B variantı. Qapalı sistem təşkil edən kürələr P1 bərabər 3P, P2 bərabər 5P impulsları ilə qarşı-qarşıya hərəkət edir. Qeyri-elastik toqquşurlar hansı istiqamətdə və impulsuna hərəkət edərlər. Qeyri-elastik toqquşurlarsa, bu deməkdir ki, bu cisimlər dəyib birlikdə bir cisim kimi hərəkət edirlər. Əvvəl sistemin impulsu olacaq 3P üstəgəl x oxunun əksi istiqamətində yönəldiyi üçün mənfi 5P. Bu da olacaq mənfi 2P. Toqquşmadan sonra da sistemin impulsu yenə mənfi 2P olmalıdır. Mənfi aldığımız üçün sola doğru yönələcək. Yəni D variantı. Şaquli istiqamətdə aşağı atılmış cisim
MC isə aşağıda, özü də aşağı atılıb. Kinetik enerjisinin yer dəyişmədən asılılıq qrafiki verilmişdir. Cismə təsir edən ağırlıq qüvvəsinin qiymətini hesablayın. Deməli, A bərabərdir, delta Y kinetikdir. Yəni kinetik enerjinin dəyişməsi görülən işə bərabər olur. A-nın yerinə də ağırlıq qüvvəsinin işi MCH-a yazıram. Bərabərdir delta Y kinetik. Mənə lazımdır F ağırlıq vurulsun H bərabər delta Y kinetik. F ağırlığı da buradan tapmaq üçün delta Y-K-nı H-a bölmək lazımdır. Son 60'dır, başlanğıc 20. 60 minus 20 bölünsün 5. İnfrasəs və ultrasəs dalğaları üçün Eyler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Tezliyi 20.000 Hz-dən böyük dalğalar ultrasəs dalğalarıdır. 16-dan kiçik infrasəs dalğalarıdır. Tipi müayinə zamanı ultrasəs dalğalarından istifadə olunur. Normalda səs dalğası uzunma dalğadır. Ancaq ki, bərk cisimlərdə həm uzuna, həm də enə dalğa kimi yayılır. Bu hər ikisinə aiddir. Kütləsi 12 kiloqram olan K cismi mayenin səthində tarazlıqdadır. Aha, ağırlığı aşağı doğru 120 Newtondur. Tarazlıqdadırsa, deməli buna təsir edən F Arximeddə elə 120 Newtona bərabərdir. Onda bunun mayədə olan hissəsi 1 dənədir. Əgər bir hissəsi batıbsa, 120 Newton Arximed qüvvəsi təsir edirsə, indi bunun 3 hissəsi də maye daxilində olanda ona təsir eləyəcək deməli 120 vur 3. 360 Newton Arximed qüvvəsi təsir eləyəcək. Aha, 360-dan 120-ni çıxıram, çünki özünün kütləsi 12 kiloqramda, ağırlığı 120 Newtondur. Bu da eləyəcək 240 Newton. Deməli, üzərinə 24 kiloqramlıq bir cisim qoyublar. Y variantı. Qeyd edeyim ki, Arximed qüvvəsi romaye və batan J'dir. Yəni, batan hissənin həcmi ilə eyni bir mayədə düz mütənasib asılıdır. 9-cu sual. V bərabərdir, kökün altında 3 RT bölünsün M düsturumuz var. R universal qaz sabitidir, temperatur eynidir. Onda biz malyar kütlələrə baxmalıyıq. Malyar kütlə ilə sürət elə bil ki, kök altında tərs mütənasib asılıdır. V helium bölünsün V neon bərabər olacaq. M neon bölünsün M helium. Özü də ki, kökün altında. Neonda 20 göstəriblər, heliumda isə 4, kökün altında, bu da eləyəcək kök altında 5. Deməli, heliumda kökdə 5 dəfə çoxdur. C variantı. Deformasiya etdirici qüvvənin sabit qiymətində. Nümunənin mütləq uzanmasının başlanğıc uzunluqdan asılılığı. F bərabərdir K delta L. K-nı yerinə qoyacam, YS bölünsün L0 vurulsun delta L. Buradan delta ilə tapacağım kəsir xətti, FE0 bölünsün YS. F sabitdir, Young modulu sabitdir, S də mörtəzədə veriblər. Young modulu da bir dənə nümunə üçün, nümunənin növündən asılı olduğuna görə sabit olur. Ona görə də hal-hazırda düz mütənasib bir asılılıq var. Q2 müsbət Q2-nü mənfi Q2 ilə əvəz etdikdə kvadratın A təpə nöqtəsində nöqtəvi yüklərin yaratdığı yekun elektrik sahəsinin intensivliyinin modulu və istiqaməti necə dəyişir? Məlumdur ki, müsbət yükdən intensivlik xətti çıxır. Kvadratdan danışırsa, buralar A-dasa, Pifagor teoreminə görə bura olacaq A kökdə 2. Aha. Deməli, Q2-nin yaratdığı intensivlik olacaq Y2 bərabərdir K Q bölünsün A kök 2-nin kvadratı. Q1 mənfidir. Mənfiyə intensivlik xətti daxil olur. Və Y1 bərabər olacaq K Q bölünsün sadəcə A kvadratı. Q3 də mənfidir. Mənfiyə də intensivlik xətti daxil olur. Y3 də bərabərdir K Q bölünsün yenə də A kvadratı. Deməli, bu eləyir K Q bölünsün 2A-nın kvadratı. Yəni ki, Y2 bunlardan azdır. Məsafəsi çoxdur axı. Ona görə Y2 azdır. Məsələn, 2Y deyək, buna da Y deyək. Belə. Deməli, bu Y1 2Y'dir. Q3-dəki
O da 2y'dir. Bu isə y'dir. Bax, bu 2y ilə bu 2y'nin əvəzləyicisi yekun sahənin intensivliyi olacaq kökün altında 2y'nin kvadratı üstəgəl 2y'nin kvadratı. Belə bir olacaq. 2y kök altında 2. Bu 2y kök altında 2 ilə də bu y əks istiqamətlərdə olduğuna görə 2y kök altında 2-dən çıxacağıq y'ni. Və təbii ki də böyük intensivlik istiqamətində yönələcək. Yəni hazırda intensivliyin istiqaməti belədir. Qiyməti isə 2y kök altında 2 minus y. Belədir. İndi Q2-ni mənfi ilə əvəz edirik. Q1-də yenə intensivlik xətti daxil olacaq. Qiyməti də 2y'dir. Q3-də də yenə daxil olacaq. Mənfi olduğu üçün və qiyməti 2y'dir. Q2 mənfi ilə əvəzləndiyinə görə yenə də ona da daxil olacaq. Və qiyməti sadəcə y'dir. Bunları bayaq tapmışdıq. İndi 2y ilə 2y'nin əvəzləyicisi bayaq tapmışdıq ki 2y kökdə 2'dir. Və bu istiqamətdə yönəlir təbii ki də. Belə. İndi bu 2y kökdə 2 ilə bu səfər bu y eyni istiqamətdədir. Ona görə də toplayacağıq yekun intensivliyi tapanda. Bayaq çıxırdıq, indi toplayırdıq. Fikir versəz istiqamətində bir dəyişiklik yoxdur, yenə belə yönələcək. Amma qiyməti artdı. Bayaq çıxırdıq, indi toplayırıq. Ona görə cavab olacaq A variantı. Qiyməti artar, ancaq istiqaməti dəyişməz. Yüklənərək mənbədən ayrılmış kondensatorda Q konstant olur. U bərabər Q bölü S olduğundan U S ilə tərs aslı olmalıdır. Sabit gərginlik mənbəyi 1 və 2 nöqtələrinə qoşulmuşdur. Hazırda L1 təkdir, L2 ilə L3 isə ardıcıldır. Yəni, bu şəkildədir. Dövrənin ümumi müqaviməti bunun R-dir. Bunlar ikisi ardıcıl olduğu üçün toplanır 2R olur. R ilə də 2R paraleldir. Ona görə bu şəkildə biz onu tapmalıyıq. 2R bölünsün 3. Hal-hazırda mənbənin ümumi müqaviməti budur. İkinci halda isə 1 ilə 3-ə birləşib. Bu o deməkdir ki, bu səfər L1 ilə L2 ardıcıl, L3 onlara paraleldir. Burada yenə bura 2R, bura R olduğundan ümumi müqavimət yenə olacaq 2R bölünsün 3. Belə çıxır ki, gərginlik mənbəyin gərginliyi sabitdir. Dövrənin ümumi müqaviməti də dəyişməyəcəyindən dövrənin ümumi cəryan şiddəti dəyişməz. I bərabər U böl R'dir. U da sabitdir, R ümumi də sabit qaldı da, eyni oldu axı. Əvvəl də 2R bölü 2 idi, sonra da 2R bölü 2 oldu. Vəssalam, indi gəlin cəryan şiddətlərini özümüzdən paylayaq. Bax, bununki i'dirsə, bununki də i olacaq, ardıcıl birləşiblər. İndi, əgər 2R müqavimətində i cəryanı varsa, R müqavimətində 2i cəryanı olacaq. Axı, müqavimət, cəryan şiddəti müqavimətlə tərs asılıdır. Onda mənbəyə gələn cəryan 3 idi. Belə. Sonra da 3i olacaq da, dəyişmədi axı. Yenə paylayıram. Deməli, burada hər birində i cəryanı var. Ardıcıl olduqlarına görə eyni cəryandır. Və 2R-də i cəryanıdırsa, R-də 2i cəryanı olacaq. Vəssalam, indi gəlin bir-bir lampalara baxaq. Əvvəl L1-dən 2i cəryanı keçirdi, indi i cəryanı keçirdi. Deməli, L1-in parlaqlığı azalacaq. Əvvəl L2-dən i cəryanı keçirdi, indi də L2-dən i cəryanı keçir. Deməli, L2-də parlaqlıq dəyişməyəcək. L3-ə baxsaq, əvvəl i cəryanı keçirdi, indi isə 2i cəryanı keçir. Deməli, L3-ün parlaqlığı artacaq. Belə. İndi bunu gərginliklə də eləyə bilərik. Baxın. Əgər burada müqavimət R-dir, burada 2R-dirsə, hər birinin gərginliyinə U desək, onsuz da cəryan şiddətləri ardıcıldır deyə eyni qədər keçir, L2 ilə L3-də və müqavimətləri də eyni lampalar olduğu üçün eynidir, onda gərginlikləri də eyni olacaq. Baxın, U ilə U toplanacaq, bunda olacaq gərginlik 2U. Onda, deməli, ümumi mənbənin gərginliyi olacaq 2U və konstantdır.
Aha, mən özümdən orada 2 artırdım. Yəni kəsir yazmamaq üçün. İndi ikinci hala baxırıq. Bu dəfə L1 ilə L2 ardıcıl, L3 də bunlara paraleldir və mənbəyin gərginliyi yenə də 2U olaraq qalmalıdır. Onda belə çıxır ki, bunların gərginlikləri U-dur, bununki 2U-dur. P bərabərdir, U kvadratı bölünsün R-dir. İndi hər biri üçün baxa bilərik. Kimdə gərginlik çoxdursa güc də çoxdur, güc çoxdursa parlaqlıq da çoxdur. İndi L1-ə baxaq. L1-də əvvəl gərginlik 2U-dur, sonra U-dur, deməli azaldı. L2-yə baxsaq, əvvəl də U idi, sonra da U-dur, deməli dəyişmədi. L3-ə baxsaq, əvvəl U idi, sonra oldu 2U, deməli artdı. Termistor yarımkeçirici cihazda müqaviməti temperaturdan tərs asılıda. Soyutluqda termistorun müqaviməti artacaq. Dövrədəki cəryan şiddəti I bərabərdir EHQ bölünsün. R üstəgəl R termistor üstəgəl daxili müqavimət. Termistorun müqaviməti artdığından dövrədəki cəryan azalacaq. Aha, indi V1-ə baxsaq, V1 bərabərdir cəryan şiddəti vurulsun müqavimət. Müqavimət dəyişməyib, çünki rezistora heç nə eləməmişik. Dövrədəki cəryan azaldığından V1 voltmetrinin göstərişi azalacaq. İndi V2 voltmetrinə baxsaq, V2 voltmetrinin göstərişini düşünmək üçün həm termistorun müqaviməti dəyişmişdir, həm də cəryan dəyişmişdir. Biraz çətin olacaq. Ona görə biz bu düstura baxaq. U bərabər EHQ minus IR. Dövrədəki cəryan şiddəti azaldığından gərginlik artmalıdır. Gərginlik isə V1 ilə V2-nin cəmidir. Buradan V2-ni tapaq. Aha, V1 azalıb. U isə artıb. Artıq görsənir ki, V2 qabaqdakı minus işarəsinə görə V1-in azalmağı, həmçinin də U-nun artmağı nəticəsində artmış olmalıdır. Yəni, V2 artar. İnduksiyası B olan bir cins maqnit sahəsində kütləsi 0,2 kg olan cəryanlı naqilə təsirinin amper qüvvəsi elə ağırlıq qüvvəsinə bərabərdir. Əvəzləyicini tapmağımızı istəyir. Amper qüvvəsinin istiqaməti sol əl qaydası ilə təyin olunur. 4 barmağımız cəryan istiqamətində yönələndə baş barmağımız yuxarı alınır. Və nöqtə tutmaq üçün ovucumuzun içərisini ekrana tutmalıyıq. Aha, MJ-dəki aşağıdır da. Ağırlıq aşağı yönəlir. Onda əvəzləyicini tapmaq üçün fərqi tapmaq lazımdır. Bunlar bir-birlərinə bərabərdirlərsə fərq 0 eləyəcək. Biri yuxarı yönəlir, biri aşağı. Volt gərginlik və yaxud da EHQ vahididir. Aha, belə eləsək, EHQ-nı delta T-yə vuranda biz F-ni alırıq. F-ni də Q-yə böləndə biz müqavimət alırıq. F bərabər QR düsturu. Cavab D variantı. R müqavimətini azaltdıqda kondensatorun elektrik yükü və sarğacdan keçən maqnit hissəli necə dəyişər? Aha, sarğacın aktiv müqaviməti nəzərə alınmır. Yaxşı. F bərabərdir L idi. L dəyişməyəcəyindən cəryan şiddətinə baxmaq lazımdır. I necə dəyişsə, F də o cür dəyişər. Müqaviməti azaldırıqsa dövrədə, onda cəryan şiddəti artar. Cəryan şiddəti artırsa, F də artar. Aha, indi Q-yə baxaq. Q bərabər SU-dur. Və fikir versək, mənbənin gərginliyi eynidir, sabitdir. Mənbənin gərginliyi sabitdirsə, sarğacın da aktiv müqaviməti nəzərə alınmırsa, onda kondensatordakı gərginlik elə U olacaq. S eynidir, U da konstantdır, Q dəyişməz bu səbəbdən də. Q dəyişməz, ancaq F artar. Ampermetrin göstərişinin tutum müqavimətindən asılılıq qrafiki. Ampermetr təsir edici qiyməti ölçür. I təsir edici bərabərdir, U təsir edici bölünsün R ümumi. Aha. Və bizdə burada I-nin R-dən asılılığı tərs mütənasib asılılığı olacaq. Sırf tutum müqavimətinin asılılığı istəyir də. Aha. Onda müqavimətlə tərs mütənasib asılıdır. Ancaq bir məsələ var ki, tutum müqaviməti olmasa da aktiv müqavimət yenə var. Rezistorun müqaviməti var. Ona görə də müəyyən bir dəyərdən başlayıb azalacaq. C variantı.
Yəni qeyri-müəyyən tərs asılılıq deyil. Ona görə ki, x ilə bərabər r də var. AB cismini qabarıq sferik güzgüdən uzaqlaşdırdıqda onun xəyalın ölçüsü və yeri necə dəyişər? Cisim yaxınlaşdıqca xəyal yaxınlaşır və böyüyür. Onda cisim güzgüdən uzaqlaşdıqca xəyal uzaqlaşacaq və kiçiləcək. Kiçilər və uzaqlaşar. D variantı. Bunu yoxlaya da bilərik. Paralel düşən şüa uzantısı fokusdan keçməklə səpilir və optik güzgünün təpə nöqtəsinə şüanı göndəririk. O da simmetrik qayıtmalıdır. Bu şəkildə və uzantıları kesişməlidir. Burada kesişdi. Belə. İndi uzaqlaşdıraq cismi. Cismi uzaqlaşdırdıqda bunda dəyişən bir şey olmur. Yenə eyni formadadır. Ancaq təpəyə göndərilən şüada dəyişiklik baş verəcək. Belədir. Onda belə getməlidir. Və bunun uzantısı kesişməlidir. Gördüyünüz kimi artıq burada kesişdi. Həm güzgüdən uzaqlaşdı, həm də ölçüsü balacalaşdı bir qədər. Çünki kesişmə nöqtəsi artıq buradır. Difraksiya qəfəsinin periodunun qəfəs üzərinə düşən işığın dalğa uzunluğundan asılılıq qrafiki hansıdır? Asılı deyil. Qəfəsin periodu, yəni elə bil düşünün ki, rezistorun müqaviməti kimi bir şeydir. Yəni dalğa uzunluğundan, düşmə bucağından asılı deyil. Sinklöfəni müxtəlif tezlikli və intensivlikli şüalarla işıqlandırdıqda fotoeffekt müşahidə olunur. Diaqramdakı nöqtələrə uyğun fotoelektronların maksimal impulslar arasında hansı münasibət doğrudur? Sinklöfənin çıxış işi sabit olacaq, verilmiş maddənin növündən asılıdır və Y kinetik üstəgəl A çıxış bərabərdir H-nüdur. Buradan YK-nı tapsaq, olacaq H-nü minus H-nü minimum. Və YK-nın yerinə P kvadratı bölünsün 2-yə yaza bilərik. H-nü çıxılsın H-nü minimum. Bizə maraqlı olan nüdur. Tezlik. Ancaq tezliyə baxacaq. Hansının tezliyi çoxdursa impuls çox olacaq. Bax 2 ilə 3-də bərabərdir. Ona görə P2 bərabər P3-dür. 1 isə bunlardan daha da balacadır da tezliyi. Ona görə 1-də balaca olacaq. Bunlar böyük olacaq 1-dən. 1 böyükdə 2 ilə 3 bərabərdir. C variantı. Ən böyük enerjili görünən işıq. Görünən ikinciyə gəlməlidir. 2-yə gəlməlidir. Enerjisi çox olması üçün xətt uzun olmalıdır. Uzun xətt çox enerji deməkdir. 6-dan gəlsin. Y bərabər H-nü, o da bərabər H-C bölünsün lambda. Yəni ki, A variantı. 6-dan 2-yə gəlsin. Buradan lambdanı tapmaq üçün HC-ni enerjiyə bölmək lazımdır. Enerjinin yerinə isə 6 çıxılsın 2 yazmalıyıq. Çünki ən böyük enerjili istəyir. Görünən istəyirəm də, görünən ikinci səviyyəyə gəlməlidir. Balmer seriyasında görünən ikinci səviyyədən söhbət gedir. Cismin aldığı ən böyük təcil bu qüvvələrin əvəzləyicisi eyni istiqamətli olanda mümkün olur. Ən kiçik təcil isə əks istiqamətdə olanda mümkün olur. Belə. Deməli, 2 dənə qüvvənin cəmi 7M-dir. Həmin qüvvələrin fərqi isə 1M-dir. Deməli, söhbət 3-dən 4-dən gedir. Bu qüvvələr qarşılıqlı perpendikulyar istiqamətdə təsir etsələr, onda əvəzləyicisi kökün altında 3-ün kvadratı, üstəgəl 4-ün kvadratı. Bu da bizə 5 verəcək. 5. Yəni ki, A bərabər olacaq 5 bölünsün. Yaxşı. Əgər kütləni bilmirəm. Kütləni yuxarıdan bir dənə tapım. Deməli, 3 ilə 4 M-ə böləndə 7 verirsə, deməli, M 1-dir. M 1-dirsə, A-da 5 olacaq. Onu da 5-i 1-ə böləndə 5 eləyir. Birinci qabda havanın nisbi rütubəti F1. İkinci qabda F2-dir.
Nisbi rütubət. Aha, qərarlaşmış təzyiq kimi düşünə bilərsiniz. Fi1 V1 üstəgəl Fi2 V2 bölünsün V1 üstəgəl V2. 60 vur V üstəgəl 30 vur 2V bölünsün həcmlərin cəmi 3V. 120V bölünsün 3V. V'lər gedir 40%. Sürətlər müxtəlifdir. Onda F Lorentz QVB sinüs alfa olduğu üçün qüvvələr də müxtəlif olacaq. Tezlik periyod T bərabər 2πm bölünsün QB-dir. N də bərabər QB bölünsün 2πm-dir. Yoxdur burada sürət. Yəni bunlar eyni olacaq. Aha, bucaq sürəti də həmçinin eyni olacaq. Tezliklə periyod eynidir də. Kinetik enerji yox. Sürətlər fərqlidirsə mv kvadratı bölü 2-dir kinetik enerji və fərqli olacaq. İmpuls mv oradadır. Sürət var axı. Fərqli olacaq. Deməli eyni olan 2 ilə 4-dür. Bir cins çubuğu dayaq üzərində tarazlıqda saxlamaq üçün lazım olan minimal qüvvə 10 Newton olarsa, çubuğun çəkisi nəyə bərabərdir? Çəki düz buradan tətbiq olunmasıdır. Minimum qüvvə deyirsə, onda qol uzun olmalıdır ki, qüvvə az olsun. Bax, bu belədir. Və tarazlıqda olması üçün buradan belə bir qüvvə tətbiq olunmalıdır ki, tarazlıqda qalsın. İndi həmin o minimal qüvvə vurulsun. 4 dama var. Qolu 4 damadır. 1, 2, 3, 4. Bərabər olacaq. Çəki vurulsun. Çəkin qolu 1 damadır. P də bərabər olacaq 40 Newton. Belə. Uzaqdan qoydum ki, qüvvə minimum olsun. Proton, elektron, alfa zərəci. Bir cins elektrik sahəsinin potensialı 50 volt olan nöqtəsindən 40 volt olan nöqtəsinə hərəkət etdikdə kinetik və potensial enerjiləri necə dəyişir? Aha. Deməli, intensivlik xətləri həmişə potensialın azalması istiqamətində yönəlir. 50-dən 40-a doğru intensivlik xətləri olmuş olacaq. Yəni bu şəkildə. Və intensivlik xətləri müsbətdən mənfiyə doğru yönəlir. Proton müsbət yüklüdür. Elektron mənfi yüklüdür. Alfa da müsbət yüklüdür. Tək fərqi ondadır ki, alfa helium 2-4 nüvəsidir. Yəni protonunkindən 2 dəfə çox olacaq da. Protonda çünki 1-1-dir. Müsbətdən mənfiyə doğru hərəkət eləyəndə yeyinləşən hərəkət eləyəcək. Və YK artacaq. YP azalacaq. Özüdəki potensiallar fərqi qədər. Yəni 10 elektron volt kinetik enerjisi artar. C variantı potensial enerjisi 10 elektron volt azalar. Elektron mənfiyə gedəndə yavaşlayan gedəcək. Yəni ki, kinetik enerjisi azalacaq, potensial enerjisi artacaq. Potensiallar fərqi qədər. 10 elektron volt kinetik azalar və potensial 10 elektron volt artar. Alfa hissəcikdə, zərrəcikdə müsbət yüklüdür. Müsbətə mənfiyə gedəndə yeyinləşən gedəcək. Kinetik artacaq, sürəti artır deyə potensial azalacaq. Bir dənə fərq var ki, alfa helium 2-4 nüvəsidir və onda artıq potensiallar fərqini 2-yə vurmaq lazımdır. Kinetiki artacaq, yeyinləşən gedir, potensial azalacaq. 20 elektron volt kinetik enerji artar, 20 elektron volt potensial enerji azalar. Qeyri-elastik toqquşandan sonra cisimlər birləşib bir cisim kimi hərəkət edirlər. Bu X oxudur. Onların toqquşmadan sonraki sürətləri sistemin impulsu bölünsün sistemin kütləsi ilə tapılır. Deməli 0,3 vur 1 üstəgəl, amma o birisi X oxunun əksinə gedir. Ona görə minus yazacağım. 0,2 vur 3. Aşağıda da kütlələrin cəmi. Bu eləyəcək mənfi 0,3. Aşağıda da 0,5. Mənfi 0,6. Hansı istiqamətdə hərəkət edərlər? X oxunun əksinə. 0,6 ilə. Niyə? Çünki mənfi aldıq. Kürələrin toqquşmadan sonraki sürətinin modulu 0,6-da hesabladım. Kürələrin toqquşması zamanı ayrılan istilik miqdarını hesablayın. İtirilən enerji ayrılan istilik miqdarına bərabər olasıdır. Əvvəlki enerjilərini tapaq. Deməli,
m v kvadratı bölünsün 2. 0,3 vurulsun 1'in kvadratı bölünsün 2 üstə gəl. 0,2 vurulsun 3'ün kvadratı bölünsün 2. Bu əvvəl. Sonra bir cisim kimi hərəkət edirlər. Kütlələri cəmlənir. Sürəti də tapmışam. Bu da eləyəcək 0,9. 1,5'dən də 0,9'a çıxacam. İtirildi. 0,96'sı qalıb. Aha. İstilik miqdarı kinetik enerjinin dəyişməsi ilə düz mütənasib asılı olacaq. Nə qədər çox enerji itirsə, o qədər çox istilik miqdarına çevrilib demək ki. İtirilən enerji 0,96'dır. İstilik miqdarı da 0,96 olmuş olacaq. Belə.